Əlbəttə ki, vergi uçotu, vergi bəyannamələrinin öyrənilməsi üçün siz ilk növbədə vergi uçotuna qoşulmalısınız, vergi məcəlləsi ilə tanış olmalısınız, qayda və qanunlardan xəbərdar olmalısınız. Ona görə vergi uçotu. Sorğusuz, sualsız maliyyə uçotu. Əgər siz müəssisənin real mənfəətini öyrənmək istəyirsinizsə, müəssisənin çılpaqlığı ilə və şəffaflığı ilə görmək istəyirsinizsə, bütün rəqəmləri konkret öyrənmək istəyirsinizsə, nə qədər qazancı var, nə qədər real xərcləri var, real gəlirləri var, ona görə siz qoşulmalısınız maliyyə uçotuna. Burada deyərdim ki, hər ikisini bilmək vacibdir. Çünki vergi orqanı sizdən adətən vergi bəyannamələri tələb edir. Vergi bəyannamələri hazırlanması üçün biz vergi uçotunu bilməliyik. Vergi qanunvericiliyi haqqında məlumatımız olmalıdır. Amma eyni qaydada da müəyyən hesabatlar, müəyyən bəyannamələr var ki, orada ilin sonunda biz müəssisənin maliyyə vəziyyəti haqqında məlumatları göndərməliyik, balans hesabatını göstərməliyik və bu balansı da bilmək üçün maliyyə uçotu biliklərindən sizin xəbəriniz olmalıdır. Ona görə hər ikisini seçirəm burada. Müəssisəyə yatırım edib etməklə bağlı və qərarı verə bilmək üçün investorlara əlbəttə ki, balans və mənfəət və ya zərər haqqında hesabatlar lazımdır. Bu hesabatlarda biz maliyyə uçotu təlimində keçirik. Ona görə investor olaraq onlar ilk növbədə bu hesabatları, yəni maliyyə hesabatları tələb edirlər və gələcəklə bağlı qərarı sırf o hesabatlar əsasında verirlər. Ona görə cavabım maliyyə uçotudur. Sıfırdan başlayanlar üçün hər zaman demişəm və deyəcəm, ilk növbədə maliyyə uçotuna qoşulmaq tövsiyə edirəm. Çünki maliyyə uçotunu bilmədən vergi uçotuna keçirmək yeni başlayanlar üçün çox daha çətin olacaq və maliyyə uçotunda siz şirkətin maliyyə hesabatlarını, eyni qaydada şirkətin uçotunu necə qurmaq lazımdır, ümumiyyətlə əməliyyatları necə tanınmalıdır, ilkin uçot haqqında məlumatları biz sırf maliyyə uçotunda keçirik. Ona görə ilk növbədə əgər sıfırda başlayırsınızsa maliyyə uçotuna qoşulmağı tövsiyə edirəm.